Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və təşəbbüsü ilə Azad Azərbaycan Televiziyası və bu şəhərdənin birgə layihəsi olan Şən Gənc efirdədir. Dəyərli qonaqlar, xoş gəlmisiniz, səfa gətirmisiniz. Əziz gənclər, şənsizmi, şən deyilsizmi bilmirəm, onu süjetlərə baxandan sonra biləcəyik, amma dəyərli insanları sizə təqdim etmək istəyirəm. Onlar Şən Gəncin şənliyidirlər. Onlar Şən Gəncin dadı duzudular. Onlar Şən Gənci dəyərli edən insanlardılar. Nə yaxşı ki, aramızdadılar. Nə yaxşı ki, bizimlədilər. Nə yaxşı ki, mən onlarla bir verilişdə yer ala bilmişəm. Və bu gözəl sözlərdən sonra özəl təqdimatlara keçim. Günü-gündən gəncləşən. Nə deyir, eşitmirəm, bilmirəm, amma bilirəm ki, sevgi sözləridir. Çünki ondan mənə yalnız sevgi, ürəkli sözlər gəlir. Günü-gündən gözəlləşən, günü-gündən gəncləşən, təbəssümü daha da özəlləşən, daha da gözəlləşən, Azərbaycan Respublikasının xalq artisti, hər kəsin çox sevimlisi Afaq Bəşir qızı aramızdadır. Afaq xanım, nə dediniz orada mənim üçün? Hə? Nə dediniz orada mənim üçün? Sənin üçün nə dedim? Nəsə güldü hər ikisi. Dedim ki, bu qıza baxın yaxşı-yaxşı, bu mənim olan qalan ömrümün qısalma səbəbkarıdır. Belə bir kompliment dedim sən. Necədir? Adətən mən ömür uzatdığımı düşünürdüm, amma... Gürşad müəllim də Allah şahidi. Gürşad... Hələ təqdim eləməmişəm artıq. Adını unudacaq. Gəlin, o gülüş ustadlarını sizə təqdim etməyə davam edim. Bu şəhərdənin gözü bəbəyi, unudulmaz obrazların sahibi, o səhnəyə çıxanda üzünüzdə təbəssüm yaradır. Onun yumorları dillər əzbəridir. Onu hər kəs çox istəyir. Şən Gəncdə onu görməyə əminəm ki, çox sevinirsiniz. Respublikamızın əməkdar artisti Coşqun Rəhimov aramızdadır. Ruhu hələ doğulmayan, özü uşaq olan, Ruhu doğulmuyor. özü deyib ki, ruhum hələ doğulmuyub. Özü uşaqdır. Hər dəfə oradakı rəsimləri ilə, oradakı sərgüzəştləri ilə bizi təəccübləndirməyi bacaran, bu şəhərdənin sevilən siması, Şən Gəncin gülən siması, mənim dəyərli münsifim, hər zaman nə olursa olsun, arxa dayağım olan Respublikamızın əməkdar artisti Rafael İskəndərov aramızdadır. Və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəyərli bir nümayəndəsi, üzgüçülük üzrə milli komandamızın baş məşqçisi Əbdürrəhmanov Rəşad bəy buradadır. Xoş gəlmişsiniz. Rəşad müəllim Şən Gəncin ilk buraxılışında bizimlə bərabər idi. Necəsiz? Yaxşıyam. Siz necə dəyişmisinizmi, biz mi dəyişmişik? Necə gördünüz fərqi? Fərqi gördüm ki, yaxşıya doğru dəyişiklik var. Nə idi misal üçün yaxşıya doğru? Arıqlamısınız, cavanlaşmışsınız hamınız, maşallah, formadasınız. Köküdüm əvvəllər. Qoca idi əvvəllər. Əvvəl qocaydım mən Rəşad Yox, müəllim. daha da yaxşılaşmışsınız, belə Pis idim ki, Rəşad müəllim. Yox, ondan da yaxşı. Afaq xanıma dediniz, onu Rəşad Xeyr, müəllim. Afaq xanım yox idi orada. Hə, o keçmədi. Bitər bir divatotda gəzirəm, Elşad müəllimin gözü deyəcək mənə. Allah eləməsin, yox, gözümüzdə yoxdur. Həmişə sağlıqlı olasınız. Şükür Allaha. Çox sağ olun. Siz amma heç dəyişməmisiniz. Yox, yəqin məndə də hansısa bir dəyişiklik var, onu deyə bilmərəm. İndi onu Rafael müəllim yaxşı bilər. Aysel xanım ürəkdən alqışlayaq. Elə bu? Allah onu bizə elişə çox görməsin. Yaman Günü-gündən cavanlaşan,
günü-gündən şuxlaşan, günü-gündən bizimkiləşən Aysel xanım. Yaşasın Las Vegas, onu elə gözəlləşdirir onları. Geyimə görə Las Vegas'a təşəkkürümü bildirirəm. Çox sağ olun Las Afaq Vegas'a xanım. da. Ha? Ora gedəcəksən. Yox, burada var mağazası. Hə, Buradan alırıq. Sağ olsun. Təşəkkür edirəm dəyərli təqdimatınıza görə. Bugün mövzumuz bilirsiniz nədir? Sən gözün mənim şərfimdə olur. Şən gəncdə onu ən yaxşı... Ələn kimi düzəldir. Səndən danışmırlar. Yox, arada qulaq asıram ki, görün bəlkə mənlə danışırsa Afaq xanım. Qulaqların sənin açılıb qalacaq qapının dəstəyindən. Qulaq asmağımdan. Bir neçə gün sonra 1 apreldir, gülüş günü gəlir qarşıdan. Gülməyi, güldürməyi yaxşı bacaranlar üçün deyək ki, bugün Şən Gəncdə komandalarımız elə bu mövzuda videolar hazırlayıb bizə göndəriblər. Onlar adi gündə bizi çox güldürə bilirdilər. Gülüş günündə görək daha necə güldürəcəklər. Allah amasan gör nə qarayacaqlar. Gör nə qarayacaqlar. Əsas odur ki, biz bir-birimizi Qağan o güldürək. qədər səni güldürəcək, partlayassan. Kim? Qağan, Səndən də ölü. Hə. Yaxşı dünya söz var. dediniz. Nəsə deyirlər, mən anlamıram oradan nə deyirlər, amma Şəkilvi sosial... çəkirək. Deyir ki, Rafael müəllim şəkilvi çəkir. Burada. Deyir, çox hərəkət eləməgindən qulaqlarını tuta bilsin. Qulaq yervi çəkir. Başlayaq. Şəklimi çəkirsiniz, Rafael Allah müəllim. eləməsin. Keçən dəfə bığı qalın eləmişdiniz, bu dəfə Nazil. Ne bir Afaq gördük odur. Oy, döz, iki belə, Sən 2 milyon. təsəvvürü var. Sen təsəvvüründə elədi. Yenə çəkib Afaq xanım. Sənə aid deyil, o sən. Göstəriləsi Necə deyil. sənə aiddir? Dedim ki, indi bu dəqiqə onun şəklini çəkirəm. Göster ama bir tane kurup üzerine bu. Kəsindən gəldiyi qızı. Az sən belə olsa mən özümü öldürərəm. Göster kamera. Əvvəli belə idi də. Özü də 2 Yaşam mənim oy gördüm. Bir dəyişiklik, cavanlaşır. Amma çox təşəkkür edirəm, bığı naziləşdirmisiniz. Keçən dəfə çox qalın idi. O bığ deyir, Demək pamadanın ki- konturudur. Pamadan konturudur. Siz Allah Rafael müəllim kimə ilham alıb? Rəşad müəllimə də oxşamır. Kim o? Coşqun bəyə oxşuyur. Oxşuyur, Sənin üçün belə cavan oğlan görürəm ki, səni belə gözəl oğlan. oğlana ələ verir. Get! Bu Tam bura boyda saqqalından yolu da gəlib. döşəyi salar. Üstünə bütün aparaturadır, dəmir dümür olur. Amma Rafael müəllim, xahiş edirəm, verilişin sonuna qədər mənim rəsmimi çəkin də. Yəni mən Başla. necə... Keçən veriliş bizi çəkib gətirdilər, elə çəkib. Hə. Eybi yox. Sizin bacardığınız qədər. Çox xahiş edirəm. Mən görmək istəyirəm sizin o Mən qələminizdən. Klara Seti oxşuyurdum. Gəlin başlayaq. Biz güldük. Güldürə bildikmi bilmirik. Amma yaxından gülüş günü gəlir. Gülüş günündə xeyləm gülmə ümidi ilə bugün verilişimizə başlayaq. Görək, Balakən Gənclər Evi necə bir sujet hazırlayıb? Balakən. Dünyada yetim, halkı dünyada yetim. Yaxşı, bəs tapma sənəti olacaq. Mən başda olacağam. O, uşaqlar, tez gəlmisiniz. Hə, yaxşı adam sözün üstünə gələr. Məndən danışırdınız. Yox. Nəysə. Qulaq asayı, harda dedin o qızıllar? Nə qızıllar? Deyəm bir dəqiqə. Qulaq asayı, o dağın başındadır. Biz oraya çıxacağıq. Gedirik, narahat olma. Sabah səhər 6-da biz orada olmalıyıq və o qızılları götürürük. Nə var da yox, nətərsən? Yaxşı uşaqlar, mən gedim. Zəh gəldi, getməliyəm. İndi gəlmə, şişir, çay içərdiyim. Gül kimi yolu qoyub dağa daşa dırmanmışam. Kül mənim başıma. Yum gözünü, sənə bir hədiyyəm var.
Oyun oynadılar bizlə, qandı qoyunlara, gözümüz kör oldu, hey, inandıq yalan. Zarafat elədim də, bugün 1 apreldə axı. Nə? 1 aprel? Gözümüz kör oldu, hey, inandıq. Belə dayanmağımıza baxmayın, güldük, amma sujeti izləyərkən güldük də, bitənə qədər gülüşümüz də bitdi. Hə? Hə. Rəşad müəllim, çox gülürdünüz. Mən valla bu Heç bilmədim də baş bilmədim. mən nə verir baş bilmədim. Amma bildim yaxşı tarixi məbədləri var. Balakənin, ha. Tarixi sujet. Balakəndə. Qonaqlarımız kimdir bugün tamaşaçılar arasında? Plakatlarınızı qaldırın görək. Ucardı, Saatlı, Balakən, aha Balakən buradadır. Masallı, Yevlaq, sonra kim var orada? Kimsə görmədimsə. Hamını gördüm. İndi Coşqun müəllim, Rafael müəllim, Afakan, Balakən gəncləri ta orada arxadadılar. Biabırçılıq. Eşidirsiniz? Aha, sonra Afakan siz nə deyirsiniz? Bu qədər bəsit, bu qədər. Çox həddindən ziyadə çox, yəni belə gülüş gününə həsr edildiyinə görə çox sadə idi, çox belə, necə deyim sizə, mən şəxsən heç gülümsəmədim də, nəinki gülmədim. Hərdən siz deyirsiniz, uşaqlar əziyyət çəkirlər. Burada doğrudan əziyyət çəkirlər. Əziyyət çəkiblər, bəli, amma... Yersiz əziyyət çəkir. Dağa zada çıxmışdı, çaydan Yersiz bir əziyyət vardı burada. Amma Nə bilim, bu barədə fikirləşmək lazım. Rafael müəllim, necəsiz? Sujeti boş verin, gəlinizmi səbəb mən fikirləşirəm ki, bəlkə uşaqlara gələn verir, qəmli mövzu verilsin, nəsə ki, Qəmli. faciə çəksinlər. Yəni, ağlatmağı... Faciə necə olur? Qəm gənc verilişində. Belə. Deyirsiniz, bəlkə qəm gənc verilişi eləyək, orada qəmli sujetlər olsun. Qəmin kəm. Bəlkə onda gülərik, o da maraqlıdır. Uşaqlar, utandınız. Qəmli mövzuda pəkəmdə güldülərlər bizi, bəlkə dərsini eləsinlər. Balakən Gənclər Evinin sujetini bəyənənlər alqışlasın. Yaxşı, bəyənməyənlər alqışlasın. Əl salmaq olsun. Yuxarıdakılar kim idi? Onlar kim idi? Səs eyni yerdən gəlir. Saatlı, ən çox onlar bəyən... Özünüz bilər, çöldə həll eləyərsiniz. Saatlı sizi bəyənmədi, indi o sizin probleminizdir. Dedim ki, Afaq xanım, mən bilirdim ki, bugün belə eləyəcəklər, sizi şənləndirməyi bacarmayacaqlar da, gülüş günü gəlir qabaqdan. Mən bəlkə güldürüm sizi. Nə biləm, səndən nə üçün çıxar? 4-5 dənə sualım olacaq sizə. Belə bir yumor var da, yüngül yumor. Şit deməyim, yüngül zarafatlar var. Sürüşkən yumor. Sürüşkən deyil bu, sürüşmür. Bu o qədər yüngüldür ki, yerində qalır elə. Yüngül zarafatlar deyə bir yumor var. Bütün dünyada məşhurdur bu. Bunun hətta sosial mediada verilişlərini də çəkirlər, layihələşdirirlər. Dedim, mənim onlardan nəyim geri qala bilər. Mən sizcə hansısa bir trendi görüm və ora iştirak eləməyim. Elə bir şey ola bilər. Mustafası budur ki, sizə suallar verəcəm, cavab verərsiniz. Pingvinlərin ən çox olduğu yer haradır? Zoopark, Antarktik. Rəşad müəllim? Sırf. Pingvinlərin ən çox olduğu yer? Okean. Amma bu sualı Ayselin verdiyini düşünərək cavab Ola versəz. bilsin Pinkvin kloku deyir bəlkə o. Zibilli. Kassanın yanı. Rəşad müəllim düz tapdı. Apakam, gülün də apakam. Allahıma baxma, mən öldürəcək. Həm. Çox şit. Baxın, bu çox ciddi bir sual. Yox, bu şit deyil, bu çox ciddi bir sualdır. Şit hələ qabaqdadır. Məşhur Yapon alimi Hiroshi Nakama bəşəriyyət haqqında son nəfəsində bu sözləri danışdı. Sizcə nə deyib Hiroshi Nakama son Sizdən nəfəsində? adam olmayıb, olmayacaqdır. Deyim nə deyib? Hiroshi Nakama son nəfəsində bəşəriyyət haqqında bunları deyib. Hakuna Mana, Tashikoma, Rokajo. Əla. Sözlərə bax. Əla deyib. Çox dərin mənalı bir Yakamoto Şahmatoka oldu bu.
Sən sonra neynədin? Sonra elə bir qucağında öldü o sənin. Ya necə, nətər öldü? Ölüm sənin qucağında. Rafael müəllim, sizcə tərcüməsi necədir? Və mən dediyim idi o. Əsas odur ki, başa düşmüşük. Əsas odur, hə. Afaq xanım, məncə bunun cavabını siz yaxşı bilərsiniz. Öz şəxsi problemləri olmasına baxmayaraq, digər şəxslərin problemlərindən məlumatı olan və imkan daxilində maksimum operativ müdaxilə edən, bir çox hallarda isə problemlərin həllinə mənfi təsir göstərərək onu daha da alovlandıran mütəxəssisə nə deyirlər? Nə deyirlər? Google. Rəşad müəllim, fikriniz var? Nə deyirlər? Afaq xanım düşünənə qədər. Sual təkrar oxuyun. Yox, lazım deyil. Səhər açılarsan ox. Belə demək Ara olar da. qarışdıran. Və axırda peşmançılıq deyir ki, su tökdü gül kimi tonqalın içinə. Başqa nə deyir? Yaxşı, gəlin cavabı mən deyim. Şəxsi problemləri olmasına baxmayaraq, digər şəxslərin problemlərindən məlumatı olan və imkan daxilində maksimum operativ müdaxilə edən, bir çox hallarda isə problemlərin həllinə mənfi təsir göstərərək onu daha da alovlandıran mütəxəssisə baldız deyirlər. Nə deyirlər? Baldız deyirlər. Baldız. Bəli. Davam edək. Gülməli deyildi. Yox, Rəşad müəllim, siz gülündə heç olmasa. Bəlkə onu Mən gördük gülürəm. güldük. Deyəsən Yaxşı. bu videoların təsiri sənə keçir. Yox, bu sualda verib, bu sualda verib. Bu sualı Coşqun müəllimə verəcəm. Coşqun müəllim, o hansı şəhərdir ki, ildə girişi yalnız 2 dəfə olur və ödənişlidir? O hansı şəhərdir ki, ildə yalnız 2 dəfə girmək olur və ödənişlidir? Dedilər də o şey. Bəli, bu şəhərdədir. Bir də Onu uşaqlar tapdılar, sağ olsun. möhtəşəm zarafatımı sona saxlamışam. Buna 100% güləcəksiniz. Gülməsəz çıxıb gedəcəm. Yox, elə Vallahi. deməyim. Gülməyəcəksiniz, hə? Az bunu deyən də. Yox, gülsəz çıxıb gedəcəm. Gülsəz. O hansı zarafatdır ki, yox, daha doğrusu, zarafatı kosmosda eləyəndə nə olur? O əla. Yersiz zarafat olur, bəli. Yersiz zarafat. Çox gülməliydi, ancaq özünüz. Uşaqlar, belə məntiqli Mən zarafatınız səni var. belə tez itirmək istəmirdim, amma Özün itirəcəksən. görünür ki, sən Var özün... elə məntiqli zarafatınız. Uşaqlar, Cəsarətiniz yoxdur, öz uşaqlar, zarafatınız yoxdur. bu cavabı hardan bilirdiniz, düzün deyin. Yox, hardan? Yox, Ay, ona mikrofon Sosial uzadın. şəbəkələrdə də var, mən Ona bilirəm. mikrofon uzadın, bir dəqiqə gözləyin. Nə dediniz? Var kimsi zarafat, ha? Orada kimsi zarafat var, mikrofonu oraya uzadın. Bunda bu sualı da sizə verim. Ata aparıb dağdan atanda nə olur? Necə? Ata aparıb dağdan atanda nə olur? Atı dağdan atanda nə olur? Olur dağ atan. O olur. Şey, nə deyir Aparat. o? Tapdım. Aparat olur. Nə deyir? Atapar. Aparat. Quba çox yesə nə olar? Quba çox yesə qusar. Quba neyləsə? Bu geçen giydi. Qusar. Yadıma gəlir o zarafat olsun. Var kimdəsə. Bəli. Qırmızı dəsmal mavi dənizə düşəndə nə olur? Qırmızı dəsmal mavi dənizə düşəndə Bəli. nə olur? İslanır. İslanır. Bəli. Ya Allah, olur? sənə qurban olma Allah. Çox gülürük çünki. Hansı? Show biznesdə at oynadan müğənni kimdir? Nədə? Faytonçu Nazim. At oynadan müğənni. Faytonçu. Sən harda qalmısan? O da iş olur be ya. Baxın, zarafatlarım necə idi? Necə? Zarafatlarım necə idi? Əla. Gömsəkdə uğunmuşuq burada, ölürük da. Amma ürəyinizdə gülürsünüz, mən eşitmirəm. Hə? Ürəyinizdə gülürsünüz. Mən dəliyəm, sən zarafatı ürəyimdə gülün. Ona da şükür elə. Oysa güclə saxlamla bunu. Yamaqla, yumaqla, hara saxlıyor, yaxşı güldüm. Sən gülmədin, Rafa? Hələ özümə gələm. Rafael portret çəkdi sevindiyindən. Hələ özümə Amma ən çox Coşqun müəllim bəyəndi. Ən çox hansına Coşqun gülürsünüz müəllimin Coşqun müəllim? mənalı gülüşü Ben var. indi de gülürəm. Şey, atın yanına bağlayarsan nə olar? Ona güldür çox. Həm rəng olmasa həm xasiyyət olur ya, amma yəni burada söz kimə deyildi, onu tuta bilmədim. Mənə deyirsiniz? Beylaqa. Hə.
Sən atsan. Sən ceyransan, ceyran. Davam Təşəkkür edirəm Rafael müəllim, çox sağ olun. Gəlin görək Beyləqan Gənclər Evi gülüş mövzusunda bəli, necə bir sujet hazırlayıblar. Alo. Fidan xanım, otağıma yaxınlaşın da. Müdür məni çağırır, gəldim. İdarədə işləriniz deyil, qaydasındadır hər şey. Hər şey qaydasındadır müdür. Amma bir şey nəzərə çatdırım ki, bugün gülüş günüdür. İşçilər sizdən zarafat edəcək. Onlar bilmir ki, bura rəsmi iş yeridir. Nə zarafatı? Qalx işçiləri topla, gəlirəm 5 dəqiqə. Zarafat nədir, mən göstərərəm sizə. Mirzət bəy gəlir iclasdır. Zarafat yığışdırma arası deyil. Salam. Necəsiz? İşlər necədir? Hər şey qaydasındadır? Sizə sevindirici bir xəbərim var. İşlərinizi nəzərə alaraq bilirik, əmək haqqlarınız azdır, işimiz çoxdur. Bu səbəbdən maaşlarınızı 30% artımla olacaqdır. İclasımız bu qədərlidir. Çıxa bilərsiniz. Bu hakim maaşı qonaqlığı məndən. Bu ay telefonumu yeniləyirəm. Çoxdan da planladığım səyahətə həyata keçirə bilərəm. Mütəllim müəllim, müdür deyir ki, maaşlar 30% qalxacaq. Düzdür? Gedin işinizlə məşğul olun, müdir sizlə məzələnir. Artım nədir, zad nədir? Buyurun, Beyləqan Gənclər Evinə ürək sözlərinizi deyin. Çox qara yumurudur. Belə zarafat eləmiyorlar. İşçilər ürəyi partladı ki. Uşaqlar işləyiblər. Demirəm ki, nəsə qeyri-adi bir Rəisi gülüş oynayan gününə həsr uşaqda o qədər elədilər. şey var ki. O rəisi oynayan uşaqda o qədər belə ştriklər var. Həddindən ziyad mimikalar, ştriklər. Elə boyundan tutmuş, baxışına, yerişinə qədər hər şey uşağa yaraşır, hər şey tutur onu. Oyunu da yaxşı. Oyunu da yaxşıdır, hə. Bəyənildi yəni. Mən bəyəndim. Rafael müəllim, başınız rəsmə qarışıb, sənət əsəri yaradırsınız. Sənin portretini çəkir, Utandığımdan demədin başımı ki. qaldıramıyorum. Rəşad müəllim, üzəndə danışmaq olur, Ürəyində. ürəyində. Bəli, Bəs özün-özünə. gülmək olur üzəndə. O da olur. Yəni o gücü, müqaviməti söndürmür ki. Yarış zamanı güldünsə, demək sənə də güləcəklər. Aha, Nəticəyə baxandan sonra. Enerjini itirmək olmaz. Amma belə nəsə yadına düşür gülürsən və yaxud da ki, əgər fokuslanırsansa yox, özün üçün üzürsənsə, nəsə yadına düşürsə gülmək olur. Heç o uduzmusunuz? Əlbəttə o. Neçə dəfə? Neçə dəfə qalib gəlmisiniz? Saymısınız heç? Xeyr, Neçə ildir artıq məşqçisiz? məşqçiyəm. Yəni yarışmırsınız? Yarışmıram 2004-cü ildən. Bir xeyli ildir, 21 ildir yarışmırsınız. Bəli. Nə oldu ki, yarışın başını buraxdınız? Sən nə üzdün ki, ay Rəşad? Sən nə üzdün ki? İndi tapacağıq cavabını. 2004-də yarışmağın başını buraxıb, nə vaxt evlənmisiniz? 2004-də. Gördünüz? Nədir? 2004-də ailə qurur, 2004-də Söz qutardı. Belə yerdə deyirlər də, üzməyi bacarmırsansa, keçək növbəti sujetə. Gəlin görək Gənclər Evi necə bir sujet. Abarotkaya bax. Sağ ol. Dəvətnamələr hazırdır, sən payla şübhələnməsin. Yaxşı. Ay bala, qadan alın, bu hələ ayrılmayıb. Ay qadan qızalım, ay bala, gəlin bunu durğuzun, görün, gəlin, görün. Ay Allah. Bu hazır deyil, bu. Yox, qadan qızalım və biz çata biləcəyik, ay bala. Çatacaq axı, qadanam, sən gedsən gəlini götürürsən, biz də bunu hazır edirik Ay bala, qadan alın, gəlini də heç bəhsiz götürərlər başına, dölüm. Hər dərədə olsa bir qayda qanun tanı, nə bilirlər ki, olsa başqa rayondan. Pencəyi hanı bunun? Şkafda olur. Ay, bir dəqiqə dayanaq kişi. Nə olur? Nə toy, nə gəlir?
Mən sizdən zarafat edib, bir aprel zarafatı. Bu olsun zarafat edib. Bu dəqiqə bu oxloy sənin birində qıracam. Ay xanım, sən kimsən? Mənəm də, kirlik nişanlın. Ay xanım, mənim heç sevgilin olmayıb. Toxunma, nikahdan öncə olmaz. Bizdə də belə adətdir. Ey, otur yerində. Bu dəqiqə şamını söndürərəm sənin. Sür. Otur, nəsən gənə, nə düşünürəm? Qızım qardaşı orada dolanmasın. Gürültülü alqışlarınızla günümüzün səbəbkarları, bəyimizi və gəlinimizi sarayımıza dəvət edirik. Boyun anan qırbana ye. Bayığı yerə soxduğum. Əliyə baxdın da öylənmirdin, dədəng də nürvətini görsün, hə? Ay ana, ay sənin qadanalım, ay Cahmat. Mən sizə zarafat edib, bu bir aprel zarafatı. Bir dəqiqə bıraxın görüm nə olubdu. Mən sizdən zarafat edib, bir aprel zarafatı. Ayda. Siz Durna Qəhrəman qızı Çapay Qaçayoğlu ilə evlənməyə razısınızmı? Və siz? Bəli, bəli, bəli. Sizin nikahınız təsdiqləndi. Gəlinimizin divarını aça bilərsiniz. Gördün zarafat nə tərəf olur, Dayanın, siz məsələnsiz. Sizin nikahınız rəsmi şəkildə qıyılıb. Necə yəni? Nə rəsmi? Mənim zarafatlarım qədər olmasa da yaxşı sujet idi, gülməli idi. Yox? Hə, oxlo səhnəsi xüsusən gülməli. Oxloğun hərəkəti. Yox, istiqamətləndirilməsi. Hə də. Necə idi? Əla. Əla idi. Valla, yox, videonu qoydu qırağa, video əla idi. Sonuna qədər, son ana qədər, yəni... Nöqtəni də yaxşı oldu. Hə, əla idi. Məsələn, sən o qurban olduğun bir dəfə mənə zarafat edeyim. Müşfiq müəllim. Hə, aprelin 1-də. Aprelin 1-də. Elə ki, 31-dən, ya 30-da ondan qabaq gəlir, neysə. Birinə keçən vaxt, gecə saat 1-ə işləmiş, mənə zəng elədi ki, filan restoranda oturmuşam, üstümdə pul yoxdur, hesab verməyə, qutarıb pulum. Gələ bilərsən, mən də demək gələrəm, nə var ki burada? Sürdüm, getdim həmən restoranın qabağında, baxıram ki, restoran bağlıdır. Bütün, yəni, işıqlar sönüb, hamısı, maşın da yoxdur burada, heç nə yox. Dedim, bəs mən buradayam, bax, başda gördüm, yanımdakılar da başladılar gülməyə. Sən demək, aprelin 1 zarafatı idi o. Əvəzin çıxdınız. Bilmirəm, kimə gülməli idi, kimə yox. Şəxsən, mənə gülməli gəlmirdi həmən an. Əslində o zarafat... Amma bu da bir zarafat idi də, belə deyək. Yəni sizin dostluğunuz da bir növ sınanmış oldu buradan. Biraz daha güvən sınağından keçmişsiniz əslində. Yox, mən dostluğu da sınamaq lazım deyil. Mən dostluq eləyirəm axıra qədər. Niyə sınayıb, bax Müşfiq müəllim, sizin məqsədi nə imiş? Zarafat idi də, indi ola bilsin ki... Əvəzin çıxdınız. Yox. O bir aprellərdə eləmə. Mən sizə deyim, bəlkə bir 10-12 il keçib. 12 il keçib, yox, zarafat zad eləməmiş. Sizə hansı zarafatlar olunub 1 apreldə? Və yaxud da siz kimə zarafat eləmişsiniz? Rəşad müəllim, gülürsünüz. Uşaqlar, siz də düşünün. Olub Afaq xanım elə bir zarafat? Məndən yox. Siz eləmişsiniz? Mən də belə yox, qlobal şəkildə yox. Belə zarafat eləyirəm, amma məhz 1 aprel üçün ya gülüşkü yox, elə şeylərdir. Ümumiyyətlə, zarafat deyir, dostluq arasında olan bir qayçıdır. Qayçıdır, bəli. Mən zarafatı sevmirəm deyə. Zarafat eləmək hər adama verilməyib, hər adamın işi deyil bu. O qədər ciddi danışdınız ki, Rəşad müəllimin danışacağı zarafat var idisə də artıq dayandı. Yox, zarafat hamının başına gəlir, amma... Suda doldurulma lotkanın probkasını çıxardır. Doğrudan?
Elə oldu mu? Elə olmayıb. Bir dəfə bizdə, indi yəqin bizə eşidər, Kokorev Aleksandr. Bizlə deyir ki, bəs xəbəriniz var, yarışa getirir. Doğrudan 100%. Hara gidirsiniz, sabahlanıb sənədlərinizi gətirin. Biz də elə sevinə-sevinə sənədlə gəlmişik. Rəhmətli məşqçimizə yürümanç edirik. Deyir, bəs yarış deyir, nə yarış? Deyir, yarış hələ 2 ay var. Sonra başa düşmüşük ki, bizi anladılar. Nə deyirsiniz? Afakan 1 aprel, bir neçə gün sonra 1 apreldə, 1 apreldə sizə bir zarafat eləsəm, mənə nə edərsiniz? Qoy deməsin. Belə gülər. Qoy deməsin, eləsin. Sən zarafatı elə gör nə olur sonra axırı. Sən zarafat elə. Yaxşı, mən sizə Allah zarafat kərimdir, edəcəm. yaxşı olar. Mən sizə zarafat eləyəcəm. Görək, Masallı Gənclər Evi gülüş mövzusunda nə hazırlayıb? Qızım, gör kimdə qapındayam. Nə olub sənə? Gəl otur görüm, danış. Ay qızım, nə olub sənə? Bu nə haldır? Əli səbəbsiz yerə məndən ayrılıb, telefonlarımı da açmır. Sən heç narahat olma qızım. Bu evə səndən başqa gəlin gələ bilməz. Mən qardaşımla danışaram. Bizim evin gəlini tək sən alacaqsan. Alo. Salam ana. Salam ana qurban. Ana, mən sevgilimi gətirirəm səninlə bacılarından tanış eləməyə. Gətir oğlum, gətir. Gəlin. Yaxşı, sağ ol. Qızlar, iş sizə düşür. Hoş gəlmişsən. Salam ana, necəsən? Yaxşı, çox sağ olsun, necəsən? Gəl qızım, xoş gəlmişsən, gəl otur. Bacılarım oradadır. Səma qonşudadır, Mələkdə yatıb, birazdan durar. Hə, yaxşı onda. Mən marketə dəyim, gəlirəm, yaxşı? Narahat olma, get oğlum, get. Qızım, mən həm Mələyi oyadım, həm də sənə çay gətirim, gəlirəm, yaxşı? Xoş gəlmişsən. Bu nə haldır? Maskadır da, adam görməmsən. Gözdə bacımı çağırım, gəlirəm. Allah, mən hara düşmüşəm? Mələk, bacı, dur. Bu evdə adam yaşayar. Əzizim, hara gedirsən bəs? Belə bacıları olan evdə adam yaşamaz. Mələk! Özləri əl çaldılar. Var burada, Masallı Gənclər Evi buradaydı. Hamısı buradadılar. Ha, kimdir o? Bir nəfərdir. Bayaq o bizi zarafatlarla güldürənlər siz idi. Gəlin burada birinci gəlin, sonra o mən bilirəm, nəyə güldünüz? O dırnağın biri var idi, biri yox idi. Ona görürüz, onu biz də tutduq. Sujetinizə gülmədik. Bəs sonra təzə gəlin burada, köhnə gəlin burada. Qaynana kim idi? Burada idi yoxsa? Bəy buradadır, qaynana buradadır. Siz niyə belə pərən-pərən əyləşmişsiniz? Hamısını bir yerdə tutmayaq. Fikir dağındır, yayındırlar. Alqışlar olanda hər tərəfdə. Hə, ay sizi. Sujetinizə gülmədik, maraqlı bir lətifə danışın, gülək. Aha, mikrofon zəhmət olmasa, buna da gülməsək, yarışma tərk eləyir. Bu hadisəni anekdot kimi danışacaqlar. Mikrofon zəhmət olmasa, xahiş edirəm, siz də maraqlı bir lətifə düşünün də, Rafael müəllim. Təzəsi var. Təzəsi var. Buyurun. Zarafat deyil, sadəcə bir məntiqi sual vermək istəyirəm. O hansı bazardır ki, satıcısı yoxdur? Mən lətifə istədim sizdən. Tapmaca yox. Lətifə məndə yoxdur. Tapmaca uşaq deyirdə nə olar? O hansı bazardır ki, satıcısı yoxdur? Açıq bazar, dostluğu bazar. Bazar düzü. Xeyr. Bazar günü. Domino bazarı. Nə? Domino bazarı. Domino oyununda bazara getmək. Zəhmət olmasa, gəl, bir daha. Məclisi tərk elə. Kim idi o danışan? Xəzalət çəkdi. Domino oynayanda, daş olmayanda bazara yesin. Ana bildik də, biz də domino oynamışıq, bilirik də.
Rafael müəllim, eşitdik O bizim üstümüzdə öyle 4 dəfə danışıb öz-özünə ləhbəni. Bu veriliş axırda elə olub ki, verilişə bizə görə baxırlar, bu uşaqlara görə. Gülüş günüdür da, bir neçə gün sonra güldürək də tamaşaçılar. Mən səhnədə güldürürəm. Bura nədir bəs? Bura efir qarşısıdır. Rəşad müəllim, Lətifə bilənə oxşayırsınız. Lətifə çoxdur indi bu yəni gülüş ustalarının yanında. Estağfurullah. Danışca biz də elə xalqdan yığırıq da o anekdotları danışırlar. Bir gün Çinli ilə bizimkilər biznes qururlar. Aha. Yəni çox adam bilir bunu. İndi Baxa, riskə gedirsən ha. Çinli ilə biznes qururlar. Otururlar, indi bu gəlib bu ortaq məxrəcə gəlməlidirlər. Alverin əsas məsələsi deyir ki, gəlin tanış olaq. Deyir, adın nədir? Deyir, Li Yuvu. Deyir, sizin adınız deyir, Vidadi. 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 İndi zəhmət olmasa Rəşad müəllimin bu möhtəşəm lətifəsindən sonra Rafael müəllimdən lətifə istəyənlər alqışlasın. Bəli. Mən sizi tərk eləyirəm. Davam eləyəcəm növbəti videoyla. Saatlılar buradaydılar. Görmüşdüm elə bir, həm? Yerinizi göstərin, sujetinizə baxaq. Hansı saatlı? Saatlı Gənclər Evi gülüş günü üçün nə hazırlayıb? Nə salınır? Deyəsən alınır. Vəkil obrazını sil oradan. Niyə? Bir apellayit çəkirik də, sonra aldadacaq. Deyəcəklər, vəkillər yalan danışmaz, adam aldadmaz filan bəs məkən leşimizi çıxaracaqlar. Hə, düz deyirsən. O söyüşü də sil. Sildim. Siyasi cümləni də sil, kanalı bağlatdırarıq birdən. Bunu da sildim. Burada elə bir reklam var, bunu sil. Bir də musiqidən tərif haqqı olacaq, onu da sil. Sildim. Nə qaldı indi? Hüsat, fırtda pəncərə açıq qaldı, onu da bağlayım, soğuk. Gəl bura qədər olanlara baxaq. Deməli, bizim uşaqlarımız gəlir. Həmkarlar, sizə bir dənə sualım var. Hə, yenə başladı. Sən bir dəqiqə gözlə. Londonda işıq sönəndə nə olur? Londonda işıq. Nə olur ki? London. Yoldaşlar, mən sizə vacib bir qərarımı deyəcəyəm. Nə qərarıdır ki? Artıq Həsən zarafatlarına dözə bilmirəm. Bizdə İmmunitet. Hə də onunla. Neysə, durum özümə çay üstü. Cigarım yanır. Nuray xanım, ayaqqabınızın bağı açılıb. Ayın biri olmasaydı inanardım Həsən bəy. Nə deyirsiniz? Niyə gizlənirsiniz? Utandınız. Öz sujetinizdən utandınız. Niyə gizlənirsiniz? Çox pis montaj olunmuşdu. Montajdaydı da yeganə problem. Çox pis montaj olunmuş. İnanın ki, onun çox böyük rolu olur. Aktyorların bütün o kəlmənin sözü deyəndən qabaq o pauza çox pis montaj olunmuşdu. O da tempi aşağı salır. Çox güldüyü bugün, ona görədir biraz belə susqunluq. Ay, Rəşad müəllim, heç üzəndə boğulmusunuz? Üzən adam boğulur, üzməyən boğulur. Deyildi, üzgüçüsüz də birdən başınıza iş gələr. Heç olub boğulmaq təhlükəsi yaşamısınız? Yaşamamışam, xeyr. Yox. Xeyr. Bilirsiniz, ani bir hal olur. Mənim özüm də başa düşmədim ki, niyə belə oldum. Evet, bu əlim getdi boşa. Başa düşürsünüz, boşa gedə fırlandım. Fırlandım, getdim dibə. Belə mənə çox pis oldum. Dənizləydin baseynidə? Yox, baseyndə. Hamamda. Çox pis oldum. Bəs kim xilas elədi sizi? Baseyndə. Çox pis oldum. Belə təsəvvür edin ki, mən ondan sonra nə qədər üzə bilmədim. Mənim bu xəstəliyimə görə üzmək lazım idi. Mən bir ilə yaxın üzmədim, üzə bilmədim. Yəni o siz tam vərdişkar olmadığınız üçün hər hansı bir yaranmış o fəsad, yəni problem, o sizdə biraz nətər deyim? Mən üzgüçlüyü təzə bilmirdim. Təzə üzmürdüm mən. Nə qədər də olmasa, mən neçə illər üzürəm. Üzürsüz. Bəli. Yenə deyirəm, o maniyə olur, sudur, oddur, nə bilim, hadisə də,
hər şey ola bilər. Elə bir adi bir şey olur ki, görsən. Bir üzgüşü mən tanıyırdım buzovnadan. Mənim bağım ki, ora yaxındır. Buzovnada mesela uşaq 18 yaşında uşaq 3 ildə üzgüçlüyə gedirdi. Heç belə mənim dizimdəndirsə su, siz təsəvvür edin. Biri dedi qıcı olub, biri dedi nəndə uşaq batmışdı orada. İndi Düşdüyü vəziyyətdən Yox, olur, ani olur. Yaxşı, indi suda üzərkən qəbul eləyir. Təyyarə minməyimiz deyir, suda üzməyimiz deyir və yaxud ümumiyyətlə bir riskli hadisəni bilə-bilə. Bunlar hamısı... Yaxşı, suda üzən boğula bilər, təhlükə yaşayır. Bəs pul içində üzən necə? Boğula bilir? Hə. O da boğulur. Bunun içində, onu bilirsən, hə, siz deyin. Yox, mən bilmirəm. 94-də eləyəndən sonra uca pullanır. 2004. Yox, 2004. 2004-də. 2004-də. 90-da yox. Sən balaca idin onda. Pulun içində üzüb boğulmaq gözəl hissi görəsən. Nə bileyim, balacan. Yox. Rafael, mən boğulmusunuz pulun içində. Yox. Coşqun müəllim, boğulana oxşayırsınız. Pul mənim içimdə boğulur. Uşaqlar, danışmayın, yaxşı. Tapmacanı təqdim eləyək, görək. Bugün münsiflər heyətimiz bu tapmacadan nə baş çıxardacaq? Onun əlindəki nədir? Yaxşı görünmür. Şaynik. Rafael müəllim, doğrudan elədi, zarafat elədi. Yox, çaşqat da, prosto başından böyüdür. Əl üzü yuyar, üz də əli. Əli yuyar, əl də üzü. Yoxsa... Gülmə qonşuva, gələr başıva. Bəli. Elədir. Orada yazıq neynədir ki, benim gülsün qonşusuna gəldi? Gülmə qonşuna, gələr Başa başına. düşdüm, şəkli başa salın görün. Ərəblərdə bu əl sabr deməkdir, sabr. Dəqiqə. Gəl işarəsidir, gəl. Gülmə qonşuva, gələr başıva. Sizin variantınız var? Siz dediniz ki... Gülmə qonşudan gələr başına, elə dedi. Yaxşı elədiniz. Yox, mən dedim əl yuyar, əl də üzü yuyar. Amma orada birincidə əl yoxdur da ona görə. Hə da indi... Yumaq da yoxdur orada. Mən sağdan sola getdim. Çaşqa kişi, əl, baş. Gəlin görək. Sən bu hesabı həyatda gör, tifildir. Sabunçu Gənclər Evi gülüş mövzusunda nə hazırlayır? Sabunçu? Bir iş var ya, iş, səhər iş, axşam iş, benzin işləməkdən Allah haqqı. Gəldik yenə. Salam, hörmətli iş yoldaşlarım. Aleyküm salam. Nə olur be, yəni səhər deyinə gəlmişsən. Deyinərəm də, sən də mənim qədər işləsən, sən də deyinərsən. İş hardadır? Mədəniyyət evindədir, gələr indi. Bildim. Yox, nəsə eləmək lazımdır. Uzun maraqlı get. Bu kim ayın neçəsi idi? Aprelin biri. Aprelin biri. Aprelin biri. Ayxan, bu ediş bugün maşınla gəlibdi. Yox, mən bilən maşınla gəlməyib. Nə idi ki? Mənli idi. Başımı bırak. Eriş. Eriş. Sıxın. Nədə? Evdən sən zəng geliyiblər. Niyə? Deyirlər gözün tez çatdırsın. Maşının yanır. Hareket bana bu. Hadi gələn görüm, hara qaçırsan sən? Bilmirsən hara qaçır ha? Bu gün bir apreldir, mən səninlə zarafat elədim.
Zarafat edirsən? Hə, Gülüş gündür. gülüş günüdür. Vay vay. Beni koyup oraya düştün. Sənə lazım idi qışlama olacaq. Öz aramız qəşəng zarafat idi də. İnandı. Seni öldürenler öldü. Vay. Mərhumun əhvalına bir salam olsun. Buradasınız, yoxsa sabunçu yoxdur burada? Uşaqlar, bu sujeti 2 qısa qoyub WhatsApp-dan göndərərsiniz, təzədən baxarıq. Bəxtləri gətirib ki, bu verilişdə heç kəsi çıxartmırıq. Aprelin biri olduğunu. Belə bəlkə ona da arxain olublar, belə o məlumatı görəsə onlar bilirdilər. Yox, hardan bilirdilər? Hə, heç nə deyim? Sonra deyirsiniz ki, bu qız niyə belə danışır? Neyim, indi sujetdən mi danışaq, mən sizdən mi danışım? Növbəti süjetə keçək. Ay Rəşad müəllim, neçə ildir evlisiniz? 2004-də evlənmişsən, 21 ildə evlisiniz. 2005-də də, 2005-də. 2005-də. 20 ildə evlisiniz. 2004-dən razqom götürüm, 25-də evləndik. Biraz yavaş razqom. Hə, mən hə, sağ ol. 20 ildə evlisiniz. Bəli. Neçə evladınız var? 3. Bu sahədə, idman sahəsində var, Allah saxlasın. İdman sahəsindədir, üçü də idman sahəsindədir. Hansı sahədədirlər? İkisi üzür, biri üzüb bitirib, artıq Tibb Universitetində oxuyur. Ay maşallah. Böyük qızım. Sağ ol, idman ustasıdır. Ortancıl da indi yığma komandanın üzvüdür, idman ustalığına namizəddir. O da üzür hələlik. Kiçik isə biz onu üzgüçülükdə, mən üzgü daha dedim bəslidə üzmək. O isə qaçır, yüngül atletika ilə məşğuldur. Qaçış növü ilə. Üçü də məşğuldular. Nə? İnstitutda oxuyan buraxıb idmanı yox? Bəli, əlbəttə. Tibb işçisi. Özü üçün heç belə. Yox, onda vaxt alıb. O üzüb tez bitirib. Bəs üzr istəyirəm, xanımınız idman sahəsindədir, yoxsa əlaqəsi yox idi? Əlaqəsi yox. Yox, sonradan oldu da əlaqəsi. Sonradan nə üzrə? O da üzdü. Yoldaşı, mən İdmançı ilə əlaqəsi oldu. Əlaqə yarandı. Rafael müəllimlə Coşqun müəllim, yəqin ki, bu şəhərdən izləyirsiniz də. Əlbəttə. Hansını daha çox istəyirsiniz? Sözün düzü, ən zəhləm getdiyim sualdır. Hər ikisi. Çünki hərəsinin öz personajı var da. Məsəl üçün, yəni Afaq xanımın simasında, yəni biz yəni bizim evləri köndələyən digərləri, məsəl bilirsiniz, o qədər orada necə deyim, aforizmlər var ki, onlar artıq dilimizə keçir. Amma yəni bu şəhərdə də hər iki aktyoru da doğrudan da çox sevirik. Çünki elə bir nöqtələrə toxunurlar ki. Afaq xanım, çox sağ olun, təşəkkür edir Rəşad müəllim. Afaq xanım, güldürmək asandır, ağlatmaq? Ağlatmaq. Asandır ağlatmaq? Asandır. Asan deyirsən? Bəli. Asandır. Bir Güldürmək dənə çətin. şalvara, sonra altından bir dənə şam yandıram, ağlayacaq. Gəl indi gülüşü. Gülüş çox çətindir. Gülüş ən ciddi növdür, həm də çox çətindir. Gülmək də çətindir, güldürmək də çətindir. Sən gərək o oynadığın obraza və təqdim elədiyin hadisəyə o qədər inanasan, o qədər yanasan, sənə təsir eləsin, başa düşürsünüz. Mən elə-belə gülüşləri demirəm. Mən gəldi, oynadı, obrazlar falan, o xarakterlər falan, mən klassikadan qalma, başqa şeydir. Amma indi bu dəqiqə hazırki dövrdə hər hansı bir gülüşü, kiminləsə oturub hansısa bir dramaturqla işləmək və onu gətirib o ərsəyə çatdırmaq və yaxud siz deyirsiniz ki, Rafael güclüdür və yaxud Coşqun güclüdür də, həqiqətən də o sualı verməyin. Çünki bu uşaqlar həqiqətən də Azərbaycan incəsənətində, mədəniyyətində çox böyük iş görmüş uşaqlardır. Bunlar həm dramaturqdular, həm aktyordular, həm texniki sastavdılar, həm səhnə tərtibatçıdırlar, həm musiqi tərtibatçıdırlar, həm siz təsəvvür edin ki, o teatrı saxlamaq üçün, o teatrın yaşaması üçün canlarından keçən fədailərdir. Mən ona görə deyirəm ki, aktyor bir növ teatrda işləyəndə, dövlət teatrındayım və qeyri-ixtiyarı bilirsən ki, mənim filan günü maaşım veriləcək, mən filan günü məşqə gələcəyəm, mənim filan günü istirahətimdir, amma bu uşaqlarda yoxdur. Budur aktyor həyatı.
nə deyə bilmirsən, nə danışa bilmirsən. Mən bir dəfə bir nəfər hörmətli adama dedim. Dedim ki, cənab filan kəs, mən ağlasam, xalq ağlayar. Mən hətta ağlaya da bilmirəm. Həyatını xalqa qurban verən sənətkarlarımız, yaxşı ki, varsınız. Allah sizə uzun ömür, can sağlığı versin. Xalqımız sağ olsun, var olsun. Ürəkdən bir alqışlayaq sənətkarlarımızı. Həqiqətən də sənətkar adını qazanmaq üçün bax belə özünü xalqa qurban vermək lazımdır. Çox sağ olun ki, varsınız. Çox sağ olun ki, Azərbaycan xalqının sənətkarısınız. Nə yaxşı ki, varsınız. Hər zaman var olasınız və gəlin Şən Gəncin sonuncu sujetinə də baxaq. Bu günlük sonuncu sujetimizə Ucar Gənclər Evi gülüş mövzusunda video hazırlayıb. Buyurun. Vay, zaten atan bazı. Gömrəyim. Alam gel döyak. Ata sabah olmasın. Atara qoyun. Gömrəyim. Ala bunu əlləndiriş şəllə. Dədələmi mi? Aç. Ay sen kimden bakanım? Sen ne yapacaksın? Buralar. Bir şey ismi verirler. Çok sağ ol baba. Əmi, Allah hesablamadan sən bir sual verir. Hə, buyur qaqam. Dəvə quşum yer başım buna soxur. Yəqin ki, utandığından. Yox, çünki orada Wi-Fi yaxşıdır. Dəvə qoşum bilmirəm, dədən səndən babaq bir aprel zarafatı eləyib. Hala bu pul saxtadır hala. Sən görərsən dəvə, indi sən görərsən. Zaten gelmem. Yox da, hələ etməmişəm. Amma bir dənə proqram danışıram. Sən deyim o yüklüyüm, adamla danışırıq. Yaxşı. Gündə də görün, nə olur, nə görün. Salam Sofiya xala, mənə sevgi şeiri danış. Gözlərin dərin sonsuzluq dəyəri, hər baxışın mənə həyatına. Ana, atam qızlardan danışır. Qızlar ki, atama sevgi şeiri deyir. Eləmi? Yaxşı. Qəlbin sənsiz boş idi, sənsə doğma dəstəsən. Bilək, buyur, sən kimsən az? Sən Sofiya, bəs sən kimsən? Elə, Sofiya, bura şölə. Bu da sən bir rapler zarafatı. Uşaq çox gözəl oynayır. Buradasınız. Təbrik edirəm, əla. O uşaq buradadır. O uşaq buradadır. O vurulan buradadır. Yox, Bildi, bərk dəydi, gördünüz. Bərk dəydi. Ehtiyac yoxdur deməyə. Uşaq çox gözəl Çox oynayır. xoşuma gəldi. Əvvəla o uşağın oyunu çox xoşuma gəldi. Uşaq gəlir. O uşaq vaxtı gedib tullanmaq var. Qaça-qaça gedib. Arada bir dənə tullanmaq. O məğləbədəndir. Onu niyə eləyir adam bilmir, amma hamımız eləmişik. Qaçırsan, tullarsın. Çox gözəl, əla. Təbrik edirəm uşaqlar. Yaxşı idi. Coşqun müəllim. Yerinə, məkanına görə, uşaqların oyununa görə yaxşı idi. Yəni o Ucarın koloritini də saxlamışdılar. Halal olsun. Və ona görə bir gün Ucarı biz çıxardırıq. Bəli. Bu uşaqların içindən, bu qrupaların içindən seçirik ki, yaxşıdır. Yox, verişdən də çıxardıq. Biz gülməməyə öyrəşmişik. Güləndə biraz qəribə oluruq. Rəşad müəllim, bugün izlədiyiniz sujetlər içində ən çox hansını bəyəndiniz? Sonuncu və Gəncəni. Ucar və Gəncəni. Ucar və Gəncəni. Gördük. Gəncə vəbşi çox dinamik, çox belə. O dəqiqə çarplı olsunlar. Gəncə yoxdur burada. Gəncə buradadır. Yoxdur. Yoxdur. Özləri yoxdur, Allahları buradadır. Yaxşı, çıxartmağa qalsa kimi çıxardardıq bugün? Hərdə oturtduğun yerdə. Niyə? Niyə çıxardın? Yox, yəni bugün ən zəif sujet sizə görə kim idi? Ən zəif sujet. Bundan öncə hansı idi? Bundan öncə sabunçuydu. Ən zəif sabunçuydu. Afakam sizə görə ən zəif hansıydı? Afakam heç birinə dəymir. Bugün dəymir.
Deməli, əziz tamaşaçılar, bir aydır ki, bayramlar olduğuna görə artıq 4-cü həftədir bu gündə heç bir komanda yarışmamızı tərk etmir. Amma mən sağollaşmadan öncə mənə maraqlı qaldı. Rəsmi tamamladınız? Nəyi? Rəsmi tamamladınız? Bir də ayaqlarım Gələn qalıb. belə işte Allah. Bir də ayaqları Apakam nə çəkib? Bir də ayaq barmaqlarım qalıb. Bunları da çəksək. Rafa müəllim, də oradan çəkmişsiniz nəsə? Nə danışdın? Azər sağ olaş. Kameraya gir. Coşqun yerdə. Oradan tərpənmə, o tutduğun yerdə. Otururam o usta. Coşqun müəllim. Apakam. O da Coşqun müəllim nəsə çəkirdi. O da Heç də məncə. çəkməmişəm mən. Yox. Şən gənc. O zülüm çəkir bu verilişdə. Mən sənin üçün agentəm. Başqa işlər çəkmir. Mənim Coşqun müəllimin bloknotunda nə işin var? Ya Rafael mənim bloknotunda nə işin var? Apakam, sizi çox istəyirəm. Hə? Sizi çox istəyirəm. Səni çox sevgi. Belə əziz tamaşaçılar, bugünlük bu qədər. Gələn həftə mütləq Şəngənc efirdə olacaq. İnşallah. Xahiş edirəm. Mənalı sujetləri ilə. Gəl burada bir dəfə gələn veriş, otur biz çəkdiyilə. Kimin yerində əyləşin? Lap elə mənim yerimdə. Yaxşı, Rafael mənim yerində. Özünüzə yaxşı baxın. Hələlik salamat qalın.